Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə Mahirə Nağızı fəxri professor diplomu ilə təltif olunub. Naxçıvan Dövlət Universitetinin magistratura və doktorantura mərkəzinə keçirilən Elmi Şuranı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev, filologiya üzrə elmlər doktoru professor Mahirə Nağızının Naxçıvan Dövlət Universitetində verdiyi töhfələrə görə özlərinin təşəkkürünü bildirib. Universitetin elm və innovasiyalar üzrə prorektoru Elsəvər Əsədov çıxışı zamanı dilçi professorun həyat və elmi yaradıcılığından bəhs edərək dilçilik elminə dair yazılan müxtəlif tipli məqalə və kitablarına söz açıb. Bu araşdırmaları dilçilik elminin inkişafına dair qiymətli materiallar kimi qiymətləndirib. Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində təhsil alan magistr və doktorantlara gələcək elmi tədqiqat yolunda dilçilik elminə verdiyi dəyərli araşdırma materiallarında örnək olduğu üçün professora təşəkkür edib və Azərbaycan dilçiliyinə verdiyi əvəzsiz xidmətlərindən söz açıb. Çıxışlar zamanı universitetin elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru Dosent Xumar Məmmədova, Mahirə Hüseynovanın dilçilik elminin müxtəlif sahələri üzrə müəllifi olduğu dəyərli kitabların universitet kitabxanasına verdiyi zənginlikdən, Tarix Filologiya Fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağlarov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Ayda Cəzadə isə öz çıxışlar zamanı professorun elmi tədqiqatlarını və əsərlərini yüksək qiymətləndiriblər. Çıxışlardan sonra filologiya üzrə elmlər doktoru professor Mahirə Nağızı Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə fəxri professor diplomuna layiq görülüb. Sonda dilçi professor göstərilən diqqət və qayğıya görə universitetin rektoru və müəllim heyətinə öz təşəkkürünü bildirib. Mən öz fəaliyyətimdə daim digər universitetlərlə, eyni ilə Naxçıvan Dövlət Universiteti ilə ardıcıl olaraq əlaqələr yaradıram və bu əlaqələrdə Naxçıvan Dövlət Universiteti bir qədər də irəlidədir. Mühazirələr, seminarlar, təlimlər və s. bu kimi əlaqələrimiz o qədər artıb, çoxalıb, şaxələnib. Amma bugün özəl bir gündür. Bugün mən Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə bu universitetin fəxri professoru seçilmişəm. Elə bilirəm ki, bundan böyük sevinç yoxdur. Çox sevincliyəm, çox qürurluyam. Həm Elmi Şuraya, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasına, həm hörmətli rektorumuza minnətdarlığımı bildirirəm. Rafiq Təhməz, Zeynəb Seyidli, Musa Süleymanov, Endi Xəbər.